Axşamınız xeyir, dəyərli izləyicilərim. Xoş gördük hamınızı. Deməli, bu gün sizə təqdim edəcəyimiz bu bağ evi deməli Mərdəkanda elit məhəllələrin birindədir. Makaronlu deyilən ərazidən cəmi 300 metr, 400 metr içəridə məhəllə, əsas yolun üstündə 6.6 sotun içində tam kupça paket, ipotekaya yararlı bütün sənədləri qaydasında bir ev təqdim edəcəm sizə. Evimiz 3 yataq otağı, 2 sanuzeldən, evin daxilinə söhbət edirəm ha. 2 sanuzeldən, 3 yataq otağı, bir dənə qonaq otağı, bir dənə qonaq otağı boyda bir mətbəx. Mətbəximizin də mebeli tam şəkildə hazır. Və geniş həyət yanı sahəsi. Bir dənə zəhmət olmasa həyətimizi göstər. Qaranlıq bir gecə çəkilişidir. Ola bilər tam düşməsin. Amma inşallah ki gündüz çəkilişimizi də eləyərik. Qayıt mənə. Hə, burada da bir basen hesab. Bunu göstərməmişəm. Birinci keçək evin içərisini sizə göstərim. Deməli, evin içərisində xırda cüzi para işlər var. Onlar da tamamlanacaq. Görüntüsü falan onlarla vurulacaq. Yəni bu başdan deyim ki, biləsiniz. Evə daxil olan var. Burada geniş bir dənə şkaf. Bu bizim dəhliz koridor sistemimizdir. Gəl qonaq otağına. Qonaq otağına giririk, bütünlüklə evimiz, bütünlüklə istifoldan ibarət. Hətta həyətdəki söhbətgah belə istifoldan təmin olunur. Bu bizim geniş qonaq otağımız. Keçək. Bu bizim ümumi sanuzelimiz, duş kabinə sistemi təmin olunur, bahalı aksesuarlarla təmin olunur, unitazı falan hər bir şey qaydasında. Burada bizim bir dənə valideyn yataq otağımız var. Niyə görə valideyn yataq otağı deyirəm həmişə? Çünki valideyn yataq otaqlarının əksəriyyəti, ümumiyyətlə hamısının içində şəxsi özünə məxsus bir dənə sanuzeli var. Bu bizim evimizin ikinci sanuzelidir. Bütün aksesuarlarla da dış kabinə sistemindən təmin olunub, keyfiyyətli materiallarla hamısı. Plintuslar falan belə görsənir, amma onlar yeniləndir. Yeniləndir, yenisi ilə əvəz olunur, dizayn olaraq. Burada bir dənə də belə bir yataq otağımız var, detski yataq otağı. Ölçülərimiz görə detski yataq otağı ideal bir ölçü. Bu ikinci yataq otağımızdır. Üçüncü yataq otağımız bu şəkillərdə və buradadır. Burada da eyni. Yəni 3 uşaqlı ola bilərsiniz, ailəli ola bilər, 2 uşaqlı ola bilər. Yəni 2 qız, 1 oğlan olsa, bir dənə qızın otağı, 2 dənə oğlan otağı. Belə bölüşdürmək olar. İstifolun tənzimləməsi. Və burada da dediyin o qonaq otağı boyda bir mətbəx var. Bu gəlir. Qonaq otağı boyda bir mətbəx həqiqətən çox genişdir. Hətta bunun pəncərəsi belə qapı kimi çölə açılır və burada tor sistemi də var. Arzularaq ki, tor sistemi də kimi quraşdırılır. Mətbəx mebelini çək. Keyfiyyət öz sözünü deyir. Keyfiyyətli materiallardan mebeldən istifadə olunur. Soyuducu yerinə qədər quraşdırılır. İdeal bir şəkildə bir ev təqdim edir sizə. Və bu gecə görüntüsüdür. Bunu gündüz gör. Gələyini çölü göstərim. Həyət hissəli, söhbətgah və basenimizə. Keçək bizim basen hissəmizə. Basen olan hissədə çox suyu falan, çox tərtəmizdir, filtrli basenimiz çox böyükdür, dəhşət böyük bir basenimiz var. Yəni çəkdiyim evlərin içində, indiyə qədər təqdimatlı evlərin içində ən böyük baseni bu evlədir. Hələ ki bunun o tərəfi görməmişəm. Ayağımızın altında, duranda çək, orada 7 tonluq şirin su səni var. Qazı, işığı, suyu da daimidir ha. Yəni suyun maşından almırsan. Sadəcə ehtiyatdır bu su səni. Su qutaranda, nəsə kəsiləndə burada ehtiyat su sənimiz olur. Burada lijankalar, geniş ərazi. Həyətdə bir dənə də basenin yanında belə bir həyət üçün ayaq yolusu var. Duşu ilə, duş aksesuarları ilə təmin olunur. Həyətdə bu 3 oldu. Bizim sanuzelimiz 3 ədəd olur və geniş söhbətgah. Yəni yay mətbəxi. Mebelindən təmin olunur, twist stendinə qədər quraşdırılır, yeni istifollu, mebellərin rəngi, dizaynı, rəng tonları, pərdələri falan hər bir şey bir-birini tamamlayır. İdeal şəkildə və studiyo işıqları ilə, patologumuz studiyo işıqları ilə təmin olunur. Deməli, dəyərli izləyicilərim, gəlirik əsas məsələyə. Əsas məsələ, əsas məsələmiz. Elə həyəti də çək, qayıtıb sonra mənə. Gəl. Qiymət. Qiymətimiz 395.000 manat qiymətli necə? Onu da izahı verim. Bu evin yerləşdiyi ərazidə torpağın sotu 40.000 manat. 6.6 sot aşağısı deyəm ha, yəni minimal 40.000-dən başlayır. 6.6 sotun içində 40.000 manat torpağın ən minimum olan bir ərazidə 395.000-də belə bir gözəl 160 kvadrat ev təqdim edir sizə. Alan uduzmaz. Gəl al da.